Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir gözəl naxışın toxunmasını istəyirəm göstərim. Bunun da toxunması çox asandır. İlməkləri də 3 yığırıq, 2 də artıq yığırıq da, 2 də kənar ilmək. Rezinkanı mən belə toxumuşam, kimin ürəyi necə istəyir, elə də toxuya bilər. Bu naxışdan jilet, ceket, papaq, svitrə, nə istəsəz toxuya bilərsiniz, uşaq ədyalına. Bunun üçün indi mən qısa formada yığacağım milimin üstünə. Belə bir sapımı götürürəm. 15, 2 də kənar ilmək, 17 ilmək yığacağım milimin üstünə. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 ilmək, 2 də kənar ilmək, 16, 17 ilmək yığdım milimə. Buradan da belə bir düğün atıram, açılmasın. Mən də burada rezinka toxuyan deyiləm. 2 sıra tərs toxuyacağım. Bir sıra düz üzdən, bir sıra da tərs üzdən. Burada birinci düz üzüdür. Birinci ilməyi toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Axırıncı ilməyim də kənar ilməkdir, onu da tərs toxudum. İndi tərs üzdən yenə birinci ilməyi götürürəm, qalan ilməkləri hamısını tərs toxuyuram. Axıra qədər hamısını tərs toxudum. İndi buradan düz üzüdür. Düz üzündən birinci ilməyi götürürəm. Kənar ilməkdir. Bir ilmək tərs toxuyuram. Buradan. Sonra bu 2 ilməyi ikisindən bir ilmək çıxardıram. Birini artırıram. Sonra bu 2 burada 2 ilmək idi. Onun birinci ilməyi. Birinci ilməyi içindən çıxardım. 2 ilməkdən 3 ilmək. Yenə bir tərs. Yenə bu 2 ilməyi ikisindən bir ilmək çıxardıram. Birini artırıram. Bu birinci ilməkdən bir ilmək də çıxardıram. Yenə bir tərs. Yenə bu 2 ilməyi ikisindən bir ilmək çıxardıram. Birini artırıram. Bu 2 ilməyin birinci ilməyindən yenə bir dənə ilmək çıxardıram. Bir tərs. Yenə 2 ilməkdir. 2 ilməkdən bir ilmək çıxardım. Birini artırdım. Yenə bir tərs. Bunu da düz toxudum.
kənarı da yenə tərs toxudum. Tərs üzdən kənarı götürdüm. Bir tərs toxudum. Bu 3 ilməyin üçünün birincisini tərs toxudum. Bunu düz toxuyuram, bu birinci tərsi. Buradan birini tərs toxuyuram. Bu 3 ilməkdən birini tərs toxuyuram. Bu qalan 2 ilməyi ikisindən bir ilmək çıxardıram. Düz. Sonra bu yanındakı düzdür. Düz ilməyi də elə düzdə toxuyuram. Yenə bu 3 ilməyin birincisini tərs toxuyuram. Bu qalan 2 ilməyi ikisindən birini çıxardım. Yanındakı da yenə düz. Burada ilməklərin sayı artmışdı. İndi əvvəlki kimi oldu. Birincini toxuyuram tərs. Sonra bu qalan 2 ilməyi ikisindən bir ilmək çıxardıram. Yanındakini da düz toxuyuram. Bir tərs. İkisindən bir düz. Yanındakı da düz. Yenə bir tərs. Bu 2 ilməkdən ikisindən bir ilmək çıxardıram. Düz. Bu yanındakı da düz. Axırıncı da kənar ilməkdir. Onu da tərs toxudum. Bu formada. İndi yenə eyni şey təkrarlanır. Bu naxışlarında yerin dəyişmirik. Elə üst-üstə olduğu kimi toxuyuruq. Bir sırada toxuyuram. Birinci kənarı götürdüm. Bir tərs. Sonra bu 2 ilməyin ikisindən bir ilmək çıxardım. Birini artırdım. 2 ilməkdən yenə birini çıxardım. Yenə bir tərs. Yenə bu 2 ilməkdən ikisindən bir ilmək çıxardıram. Birini artırıram. Yenə bir dəfə çıxardım. 3 ilmək. 2 ilməkdən 3 ilmək. Yenə bir tərs. Bu ikisindən bir ilmək. Bir artırıram. Bunun birinci ilməyindən çıxardırıq birin. Yenə bir tərs. Yenə bu 2 ilməkdən 3 ilmək çıxardıram. Birini buradan. Birinci ilməkdən çıxardıram. Belə. Yenə bir tərs. Yenə bu 2 ilməkdən ikisindən bir ilmək çıxardım. Birini artırdım. Sonra bu birinci ilməkdən bir ilmək çıxardım. Bir tərs. Kənarı da tərs toxudum. İndi tərs üzdən yenə kənarı götürürəm. Düz toxuyuram birinci. Burada elə düzdür ilmək. Bu 3 ilməyin birincisini tərs toxuyuram. Sonra bu yerdə qalan bu 2 ilməyi ikisini də düz toxuyuram. Yanındakini də düz. Yenə bu 3 ilməyin birincisini tərs toxuyuram. Bu 2 ilməkdən bir ilmək düz toxuyuram. Yanındakini də yenə düz. Bir tərs. Bu ikisindən bir düz. Bu da düz. Yenə bir tərs. Yerdə qalan 2 ilməyi ikisindən bir düz. Bu da düz. Bir tərs. 2 düz. Bu da düz. Bu da kənardakı da tərs. Bu düz ilməklər, bu üzdən tərs toxuduğum ilməklərdir. Hələ o üzdən də düz olur. Bu formada belə bir naxışa alınır. Yenə eyni şeyi təkrarlayırıq bütün sıralarda. Belə bir naxışa alınır.
Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.